Doğrulduq çırpınaya. Biraz yavaş-yavaş öyle bir şey oldu. Elə bir həyəcanlanıram, tez. Tez həyəcanlanırsınız. Tez həyəcanlanıram. Başımda çox şey elə bir fırlayıram da beləçiyinə. Deyirəm, Allah, mənə necə olar? Mənim balalarıma nətər dözərlər? Bax, beləçiyinə, yəni açıq deyirəm. Qorxu gəlir sizə. Qorxu gəlir, çox canımda qorxu var. Həyəcan da tez-tez gəlir. Həyəcan tez-tez gəlir. İstəyirəm. Nə qədər vaxtı var bu şikayətləriniz? Hardasa bir olar, 3 ildir bax beləçiyinə gedirəm, həkimə gedirəm. Dərman atıram elə həməkçi kimlə. Heç dəyişiklik olmuş. Dəyişiklik olmuş. Bax, Bakıda da olmuşam. Keçən il oldu. Müayinələrinizi gətirmisiniz, verin baxım. Mən dedim aparım, qoymadı. Dedim, mən nə yapayım? Həkim var, aparırsan, qoysa deyir, mən onu yemirəm ki. Mən hamısına baxıram. Nə gətirmədim. Bəs baxmaq lazımdır da. Mən bilməliyəm ki, siz hansı O müayinələrdən elə bir keçən keçirsiniz. olunubdu. Tacı əsəbləşdim, dedim, özəm də budur, qalsam, heç arada da getməyəcəm. Amma siz işləndən sonra bu gəlmək istəmirdi. Dedim, yox, gedəcək, aparacam. Daha indi heç bilmirdik, belə bir həkim var. Bizə bir dedilər ki, belə bir şey. Gülərsiz, Allah həkim var ki, adamın Hə, başa düşdüm. Ağlamanız var? ağlamam var. Oturam, ağlayıram. Anamı çağırıram ürəyimdə. Ana, gəl harayım. Ağlam.